Və düşüncə hər insana məxsus olan bir şeydir, amma yaradıcı düşüncə hər insana malik deyil. Hər insanda yoxdur. Ustadların bizim həm elmi baxımdan, həm ifaçılıq baxımından bizim inkişaf etməmizdə çox töhfələri olmuşdur, çox yeniliklər gətirmişdir. Yəni düşüncə ümumiyyətcə bir qavram olaraq müxtəlif hadisələrin bir-biri ilə müqayisə edilməsi və birləşdirilməsi nəticəsində başa düşülən bir qavram olmasıdır. Və düşüncə hər insana məxsus olan bir şeydir, amma yaradıcı düşüncə hər insana malik deyil. Hər insanda yoxdur. Ona görə gərək insan vaxt aşırı vaxtını doğru istifadə eləsin və əzmlə, əməkdaşlıqla getdiyi yolda nə etsin, işini görsün. Yəni, tutduğu yolu layiqincə davam etdirsin. Yəni, ümumiyyətlə, hər hansısa bir şəxsin məqsədinə çatması üçün planlı olması ilə yanaşı, o işin çətinliyindən asılı olmayaraq əzmlə o işin arxasınca getməlidir. Elə ustadı da ustad eləyən budur axı. Özünüz də bilərsiniz ki, bizim ustadlarımız necə də, necə deyərlər, böyük, belə deyək ki, çətin yollardan keçərək bugünə gəlmişdilər. Özləri də bunu deyirlər ki, biz elə olur, kitab tapa bilmirdik, oxumağa elə olur, vəsaitimiz yox idi, da necə deyirlər, maddi baxımdan, hər cür. Amma ki, görürsünüz, onlar əzmlə, həvəslə tutduqları yolda ilərləyib və bugünün həyat təcrübəsi ilə böyük şəxsiyyətə çevrilmişdilər. Yəni, ustad eləyən də budur. Yəni, nəyə görə deyirəm? Ustad yolunda getmək üçün biz ilk öncə əzmlə hədəf təyin eləməliyik. Ki, insanın hədəfinin olması onun gələcəyi baxımdan çox mühümdür, həqiqətən. Çünki hədəfsiz insan həqiqətən də mənasız bir, necə deyərlər, həyat tərzi yaşayır. Yəni, həyatının heç bir məqsədi yoxdur. Yəni, xoşbəxt olmalıdır insan. Mən bunu deyirəm və kitabından da oxuyuram dəyərli ilahiyyatçı alim Hacı Ramil Bədalovun Uğur Yolu kitabından sizdə inşallah ki, tövsiyə edirik almağınızı. Elə buna görə də qeyd olunur ki, insan kamilləşməlidir xoşbəxt ola bilməsi üçün. Kimliyindən asılı olmayaraq bütün hər kəs. Hər bir insan xoşbəxt olmalıdır. Xoşbəxtlik üçün də kamil insan olmalıdır. Mən bugün bu kitab haqqında danışacağam. Kamil olmalıdır. Kamilliyə getmənin yolu da ki, erkən sivilizasiya dönəmindən sonra, qədim tarixlərdən bu yana, indi ustadlar da kamil adam olub, baxın, mən ona görə deyirəm. Kamil adam olmağın bir neçə yolları var. Yəni, kamilliyin bir neçə məktəbləri var. Bilmirəm, indi vaxt uzun olar, qısa olar, mən buna deyinmək istəyirəm həqiqətən. Elə bil ki, kamilliyin özü ümumiyyətcə 3 yerə bölünür. Biri var xoşbəxtlik, eşq, xoşbəxtlik məktəbi, qüdrət məktəbi və zəiflik məktəbi. Baxın bu. Elə bil ki, qüdrət məktəbinə malik şəxslərin düşüncəsinə görə, mən burada da oxuyuram, düşüncələrinə görə, qüdrət məktəbində əgər insan güclüdürsə, kamilliyə çatmaq istəyirsə, zəifi əzməlidir. Yəni, əgər insan güclüdürsə və zəifi əzə bilirsə, kamildir. Bu məktəbin nümayəndələrinin düşüncəsinə görə insan kamillik dərəcəsinə çatmaq üçün hər şey eləyə bilər də, hər şey, yalan da danışa bilər, şəhər də ata bilər, böhtan da ata bilər, hər şey eləyə bilər. Hər şey eləyə bilər. Yetər ki, deyir, axırında biz
necə deyərlər, kamilliyə gəlib çataq. Kamil olaq. Amma ki, belə deyək, bu doğru bir yanaşma deyil. Çünki İslam dinində məzluma yardımcı ol deyirlər. Demirlər zəif ol demirlər, amma məzluma da yardımcı ol deyirlər. Başa düşürsünüzmü? Çünki insan nə qədər güclüdürsə, o gücünü deyirsən kafirlərə, pis insanlara, pis şəxslərə göstərin. Pis şəxslərə göstərin deyir o gücü. Allah yolunda cihad eləyin. Kafirlərə, məzlumları. Amma ki, sən bir məzlumun gedib başını sığallamaqdansa onun üzr istəyirəm, vurursansa, döyürsənsə, bu zəifliyin nəticəsidir. Güclülüyün deyir, baxma, bu bilək gücünə güvənmə. Bu olduqca qeyri-etik bir davranışdır. Elə ona görə də, mən bunu məsələn, Alman filosoflarından biri Friedrich Nietzsche'yə görə, o da elə həmən bu məktəbin nümayəndələrindən idi. O da qeyd edirdi ki, insan deyir, kamil olmaq üçün zəifə əzməlidir, deyir. Din məzlumların xilas olması üçün yaradılmış bir qavramdır, deyir. Yəni, insan deyir, nə qədər ki, zəifə əzsə, sırf kamillik dərəcəsinə çata bilmək üçün zəifi, məzlumu, kimsəsisi, yaşından və deməli, yaşından asılı olmayaraq əzsə, onu, necə deyərlər, pis yollara qərq etsə, daha pis şeylərlə o kamilliyə çata bilər, deyir, yəni. Bunun düşüncəsidir. Elə ona görə də o qadınları sırf kişinin elə bir ki, hizmətkarı kimi gördü, deyir, qadınlar kişi üçün hizmətkar olaraq yaradılıb, deyirdi Friedrich Nietzsche. İndi deyirsiniz, bunu nəyə görə deyirsən, indi, yəni, sual yarana bilər ki, qardaş, sən nəyə görə danışır? Həmən bu Friedrich Nietzsche dəli olaraq vəfat etmişdi. Ömrünün narxındıra, huşu beyni də bir dəli kimi ölmüşdü, da bir xəstə, psixi bir xəstə kimi dünyasını dəyişmişdi. Bu bir qırağı çox uzatmıram, çünki gələcək verilişlərimizdə də biz deyinəcəyik. Dediyimiz kimi, inşallah ki, vaxtımız indi mən bilmirəm neçə dəqiqədir, nədir. Amma ki, mən bunu qeyd eləmək istəyirəm ki, təxmini olaraq ki, mən bu günləri Qüdrət məktəbi haqqında danışdım. Mən istəyirəm ki, hər verilişdə fərqli məktəblər haqqında danışam.